Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Vəfa Şərifova sosyal medya hesabında istirahətdən yepyeni görüntülər paylaşıb. Onun paylaşımı hər kəs tərəfindən maraqla qarşılanıb. Həmin foto və videoları sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Səni verənə min şükür. Çünki mahnını belə oxuyarlar. Vay vay vay. Nədir burada? Ay Lənkəran ne güzeldi. Lənkəran cennetdi. Ay səhv salmışam. Çay Lənkəran çayıymış. Sizce bura haradır onda? Ay Allah, İsmailli ne güzeldi. Cennetdi İsmailli. Necə xoşlarım, tez-tez gələk bura. Ad yazdım. İsmailli deyirəm sizə. Maşallah, maşallah. İsmail'in en sevdiğim yeri bu ağaçlardır. Bu ağaçlar da hamdan deyirəm. Ay Allah, İsmailli ne güzeldi. Cennetdi İsmailli. Necə xoşlarım, tez-tez gələk bura. Ad yazdım. İsmailli deyirəm sizə. Maşallah, maşallah. İsmail'in en sevdiğim yeri bu ağaçlardır. Bu ağaçlar da hamdan deyirəm. Gədəbəyin Perivalı. Bəh. Gədəbəyin Perivalı çox təhlükəlidir. Ehtiyatla sür. Tapdım, Gədəbəydi, tapdım. Bura Gədəbəydi. Elə bil üzü Kürdəmirə tərəf getdikcə gözəlləşir də. Şeylər artır, mənzərə artır, ağaclar, zadlar. Canım vətənim, gözəl Kürdəmir. Böyük boya başa çatdığım torpaqlar. Gözəl. Nəhayət gəldik, çatdıq. Dede baba yurdum güzel Aksum'uza. Cennet Aksum. Burada Aksum Perivalı'dır. Akşam olur. Hara diye bura? Bu ne dağ? Bu nedir? Haradır bura? Ərdən arkaya bak. Gelen insan, giden konak. Yaşam olup ya da sıra erdinse yaşamsan. O yollarda, su yollarda. Günahın var yollarda. Sürünmedin yollarda, yerdinse yaşamsan. Şer ilandı, şer əfidir. Saflıq ömrün şərafidir. Qoru görün şərafidir. Qorudunsa yaşamısan. Göydə Allah şahiddir ki 60 illik ömrün. İllərdir mənim arzumda gedib uşaq evindən bir uşaq götürmək istəyirəm. Bəlkə qismətli, bəlkə buradan seçərəm, bilmirəm, amma əslində biraz gözdən, nəzərdən uzaq bir yerlərdən istəyirəm. İnşallah bəlkə sizin sayənizdə olar. Uşaqlar, içinizdə müğənni olmaq istəyən var? İstəyən olacaqsan? Ən çox müğənni olmaq istəyən var? Gözəl təşəbbüslə çıxış elədin ki,
uşaq evindən bir uşaq götürüb himayəndə saxlamaq istəyirsən. İnşallah. Və bu çox gözəl xəbər oldu. Bu mənim əslində zəmdə uşaqlıq arzumdur. Mən bir neçə dəfə də onu dilə gətirmişəm ki, yəni uşaqlıqdan arzumdur. Allah qoysa mütləq şəkildə. Amma bilirsən, biraz bilirsən nə istəyirəm. Məsələn, bəzi uşaq evləri var ki, oraya həmişə nəzarətləri yaxındır. Biraz daha çox gedən, gələn var. Əslində burada da çox gözəl balalar var idi. Özləri çox güclü. Məndən olsa hamısını götürərəm də. Və hamısı da müğənni olmaq istəyir. İnşallah arzumda Allah hər kəs arzusuna çatdırsın. Mən ən böyük arzularımdan biridir. Hətta o qız uşağını istəyirəm. İnşallah. 2 övladım var, 3-cü də olacaq və o gözəl anı biz işıqlandıracaq. İnşallah. Teşekkür ederim. Çok sağ olun. Çok sağ olun. Yüreğine kurban olup benden